Hər kəsə salamlayıram. Bu videoda Fuad Qarayev birinci hissə kitabının rasional ədədlər mövzusunun birinci testinin suallarına baxacağıq. Gəlin vaxt itirmədən suallara keçək. Deməli, birinci suala baxaq. Birinci sualda 3/2 kiçikdir 36-da n kiçikdir 4/3 bərabərsizliyi n-in neçə müxtəlif natural qiymətində doğrudur deyir. Biz buradakı bütün ədədləri ortaq məxrəcə gətirsək, məsələn 3/2-ni yazaq. 36-da 24 şəklində kiçikdir 36-da n kiçikdir 4/3-ü də məxrəci 36 olan kəsr formasında yazaq. 36-da hər tərəfi 9-a vururuq 27. İndi biz bərabərsizlikdə hər tərəfi eyni ədədə vura və yaxud bölə bilərdik. Biz bu bərabərsizliyi də hər tərəfi 36-ya vursaq 24 kiçikdir n kiçikdir 27 əldə edərik. Bu n-in neçə müxtəlif natural qiymətində doğrudur? N bərabərdir 25 ola bilər, bir də 26 ola bilər. 24 ilə 27 arasında sadəcə 25 və 26 natural ədədləri yerləşə bilər. Yəni cavabımız A variantıdır. İkinci suala baxaq. Kirayədə qalan aylıq maaşının 4/1 hissəsini ev kirayəsinə, qalan pulunun 3/1 hissəsini digər xərclərinə sərf edir. Qalan 400 manatını isə əmanət kassasına qoyursa, onun aylıq maaşı nə qədərdir? Tutaq ki, onun aylıq maaşı x-dir. Bu x maaşın 4/1 hissəsi ev kirayəsinə gedir. X çıx 4/1 x və qalan pulun da, yəni bunun 3/1 hissəsi digər xərclərə sərf olunur. Bu pul nə qədərdir? 4/3 x. 4/3 x-in 3/1 hissəsi sərf olunursa, 4/3 x-in 3/1 hissəsi sərf olunursa, onda yerdə onun 3/2 hissəsi qalmalıdır. Yəni 4/3 x vurulsun 3/2. Yəni ixtisar aparsaq 2/1 x yerdə qalan puldur. Və bu yerdə qalan pul da 400 manatdır. Deməli, ümumi pul x idisə, x bərabərdir. Bu bərabərlikdən 800 əldə olunar. C variantı. 3-ə baxaq. 9-da 10 plus 8-də 9 plus 7-də 8 bərabərdir k olarsa, 9-da 1 plus 8-də 1 plus 7-də 1 cəmi hansıdır? Yəni, bu cəmi k ilə ifadə edilir. Biz burada, məsələn, 9-da 10 ədədini 1 üstəgəl 9-da 1 kimi yaza bilərik. 8-də 9 ədədini 1 üstəgəl 8-də 1 kimi, 7-də 8 ədədini də 1 üstəgəl 7-də 1 kimi yazmaq olar. Bu da çevrilir 3 üstəgəl 9-da 1 plus 8-də 1 plus 7-də 1-ə. Bu da bərabərdir k-ya. İndi bizə nəyi soruşur? Bunun k ilə ifadəsini soruşur. Bu ifadəyə bir a desəm, burada yerinə qoysaq, bu ifadə a olsun. Nə olacaq? 3 üstəgəl a bərabərdir k. Buradan da a bərabərdir k çıx 3. Yəni cavab B variantı. Dördüncü suala baxaq. A müsbət tam ədəddir. A plus B bölünsün, A plus B bölünsün, A plus B bölünsün sonsuza qədər gedir və bu ifadə 8-ə bərabərdir. Və həmçinin B bərabərdir A plus 1 şərti verilib. A-nın qiymətini soruşur. Bu zəncirvari kəsirlərə aid olan bir sualdır. Burada əvəz etmədən istifadə edəcəyik. Sonsuz gedən bir kəsiri məhdudlaşdıracaq. Məsələn, baxaq, A plus B böl, A plus B böl. Sonsuza qədər gedir də, düzdür. Burada məxrəcə baxsaq, burada da A plus B böl, A plus B böl sonsuza qədər gedir. Yəni, bu ifadə ilə məxrəcdəki ifadə bərabər ifadələrdir. İndi bu ifadənin qiyməti 8-dirsə, onda mən məxrəcə də 8 qiyməti verə bilərəm. Yəni, bura 8-ə bərabər olacaq. 8-ə. Onda A plus B böl 8 bərabərdir 8-ə. Hər tərəfi 8-ə vuraq. 8A plus B bərabərdir 64. Burada B bərabərdir A plus 1 vermişdi. Burada B-nin əvəzinə A plus 1 yazaq. 8A üstəgəl A plus 1 bərabərdir 64. 9A bərabərdir 63. A bərabərdir 7. Bizdən də elə A-nın qiymətini soruşur. Bizdən də elə A-nın qiymətini soruşurdu. Cavab E variantı. Keçək 5-ci suala.
0,xy dövrüdür. Üstə gəl 0,yx dövrü bölünsün 0,xy dövrü çıxılsın 0,yx dövrü bərabərdir 6/11 isə xy 2 rəqəmli ədədinin qiymətini tapın. Biz 0,4-də xy 99-da xy kimi yaza bilərik. Və həmçinin 0,4-də yx-i da yaza bilərik 99-da yx. Yerinə qoyaq. Surəti yazacağıq. Orta məxrəc 99-dur. 99-da xy üstə gəl yx bölünsün 99-da xy çıxılsın yx bərabərdir 6/11-ə. Aha. Buranı kiçildək. Burada xy plus yx nəyə bərabərdir? Xy plus yx yazaq. Bu nəyə bərabərdir? Biz bunlar mərtəbələrin cəmi şəklində göstərsək, 10x plus y plus 10y plus x. Yəni 11 vurulsun x plus y-dir. Düzdür. Bunun yerinə onu yazaq. 11 vurulsun x plus y bölünsün 66 yox 99-dur. Surətin qiymətini hesablayaq ilk öncə. 11 ilə 99 ixtisar gedir, qalır x plus y bölünsün 9. Surətimiz budur. Deməli, surətin əvəzinə bu ifadəni yazaq. Bölünsün. Məxrəcdə də xy çıx yx-dir. Bunu da mərtəbə vaillərinin cəmi formasında ifadə eləyək. Xy 10x plus y-dir. Yx da 10y plus x-dir. Yəni çıxılsın 10y, çıxılsın x. Burada 9 vurulsun x çıx y-dir. X minus y. Bu ifadəni 99-a böləndə qalacaq. Bunu belə ayıraq. 99-a böləndə 9 ilə 99 ixtisar gedəcək. Yerdə qalacaq. X çıx y bölünsün 11. Bu ifadənin qiyməti nə idi? 6/11 idi. İndi biz burada necə eləyək? Hər tərəfi 99-a vursaq, surət olacaq 11-də x plus y, məxrəc olacaq 9-da x minus y. Bərabərdir 6/11-də olduğu kimi. Sonra burada tənasübün xassəsini tətbiq eləsək, nə olacaq? Burada yazaq 66x plus 66y bərabərdir 99x çıx 99y. Düzdür. Burada biz hər tərəfi 11-ə bölə bilərik. 6x plus 6y bərabərdir 9x çıx 9y. Və həmçinin hər tərəfi 3-ə bölmək olar. 3-ə bölsək 2x plus 2y bərabərdir 3x çıx 3y. Onda ifadə nə olar? X bərabərdir 5y olar. Və bilirik ki, x və y rəqəmlərdir. X, y rəqəmlərdir və bizdən x, y 2 rəqəmli ədədinin qiymətini soruşur. Yəni burada x 0 ola bilməz. X 0 ola bilməzsə, onda yerdə sadəcə x bərabərdir 5 halı qalır. Çünki x rəqəmdir axı. Yəni x 5-in mislidirsə, ya 0 olacaq, ya 5 olacaq. 0 ola bilmədiyinə görə, onda x bərabərdir 5 olacaq. Onda x bərabərdir 5, y bərabərdir 1. Yəni cavabımız 51. 6-ya baxaq. 3/5-də 2 bölünsün 1/4-də 8 çıxılsın 5-də 4 ifadəsinin qiymətini tapın. 3/5-də 2-ni yazmaq olar. 5-də 17 kimi. 1/4-də 8-də yazaq. 1/9-da 8 və bu bölünsündür. Çıxılsın 5-də 4. Bərabərdir. 5-də 17 bölünsün. 1/9-da 8-də 9-da 17 kimi yazaq. Çıxılsın 4/5. Bərabərdir. 17 bölü 5 bölünəndə tərsinə vururduq. Vurulsun 17-də 9 çıx 5-də 4. Bunlar ixtisar gedəcək. Qalacaq 5-də 9 çıx 5-də 4.
Yəni 5-də 5. Yəni 1. A variantı. 7-yə baxaq. 1 tam 2 dövrdə 7 çıxılsın 0,83 dövrdə 2 bölünsün 0,44 dövrdə 5 kəsrinin qiymətini tapın. 1,10-da əvvəlcə sürətin qiymətini hesablayaq. 1,2 dövrdə 7 çıxılsın 0,83 dövrdə 2. İlk ədədimizi yazmaq olar. 1,90-da 27 çıx 2 şəklində. İkincini yazmaq olar. 900-də 832 çıx 83 şəklində. Sadələşdirmə aparaq. 1,90-da 25 çıxılsın 900-də deməli 749 olacaq. 1,90-da 25 yazaq. 900-də deməli 1150 çıxılsın 900-də 749 bərabərdir 900-də deməli 251 plus 1150. Yəni 900-də daha doğrusu 251 plus 150. Bu da 900-də 401 verir. Aha. Sürətin qiymətini tapdıq. 900-də 401. Bunları silək. Sürəti tapdıq. İndi məxrəcə baxaq. 0,44 dövrdə 5 bərabər olacaq 900-də 445 çıxılsın 44. Yəni 900-də 401. Surət də 900-də 401-dir. Məxrəc də 900-də 401-dir. Bərabər olduqlarına görə nisbətləri də 1-ə bərabərdir. D variantı. 8-ə baxaq. 8-də 1 vurulsun -4də 1 üstü -2. Çıxılsın 16 vurulsun -2 üstü -2 bölünsün -1 çıxılsın -3 kəsi neçəyə bərabərdir? Surətdə biz 8-də 1 vurulsun -1/4 üstü -2-ni hesablayaq. Deməli 8-də 1 olduğu kimi saxlayaq. Qüvvət -2 olduğuna görə ifadəni yazmaq olar. 1 bölünsün -4də 1 üstü 2 şəklində. Bu da 1/8 vurulsun 1 bölünsün 1/16'dır. Bu da bərabərdir 1/8 vurulsun 16'dır. Bu da 2-yə bərabərdir. Deməli o ifadənin yerinə 2 yazaq. 2. Bu 2-yə bərabərdir. 2-yə bərabərdir. Çıxılsın bu 16 vurulsun -2 üstü -2-də yazmaq olar 16 vurulsun 1 bölünsün -2 üstü 2. Bu da 16 vurulsun 1 bölünsün 4'dür. Bu da 4'ə bərabərdir. Deməli həmin hissənin qiyməti də 4'dür. İndi məxrəcə baxaq. -1 çıxılsın -3 bərabərdir -1 üstəgəl 3-ə. Yəni 2-yə. İndi hesablayaq. 2 çıxılsın 4 bölünsün 2. Yəni -2 bölünsün 2. Bu da -1 edir. E variantı. 9-a baxaq. Deməli A bərabərdir 2 tam 1000-də 314 və B bərabərdir 23 tam 100-də 14 olarsa 10A plus 9B 10A plus 4B ifadəsini yəni nisbəti neçəyə bərabərdir? Biz burada yerinə qoyub yazmaq əvəzinə görürük ki A və B bir-birinə oxşuyur. 23-14, 23-14. Sadəcə vergül fərqi var. İndi baxıram A ədədinə. A ədədimiz nədir? A bərabərdir 2 tam 314. Hər tərəfə 10-a vursam 10A bərabərdir 23 tam %14. Bu da bizə B vermir. Yəni B-yə bərabərdir. 10A bərabərdir B. 10A gördüyümüz yerə B yazaq. Bura B yazırıq, burada B yazırıq. Bunda ifadə nə olur? B üstəgəl 9B, 10B. Burada da B üstəgəl 4B, 5B. B'lər ixtisar gedir 10-dan 5 bölünəndə cavabımız 2 əldə olunur. B variantı. Aha, hesablayaq. Deməli,
0,2 plus 0,3 bölünsün 0,22 plus 0,33 qiymətini soruşur. Deməli, belə bir qayda var ki, 0,4a bərabərdir 0,4a-ya. Bu da bərabərdir 0,4a fərq yoxdur sonsuza qədər. Yəni bunlar hamısı bir-birinə bərabərdir. Niyə? Çünki məsələn 0,4a-da a sonsuza qədər gedir də, düzdür? Sonsuza qədər. Bunda da 2a sonsuza qədər gedir. Yəni burada fərqi yoxdur, 2 dənə olsun, 1 dənə olsun periodik dövr. Hər ikisi də sonsuza qədər gedən a'lardan ibarətdir. Yəni 0,4-22-nin əvəzinə 0,4-2 yazmaq olar. 0,4-2 plus 0,4-3. 0,4-22-nin əvəzinə yazaq 0,4-2. Həmçinin 0,4-33-ün əvəzinə də 0,4-3 yaza bilərik. Surət və məxrəc bir-birinə bərabərdir və sıfırdan fərqlidir. Deməli, ifadəmizin qiyməti 1-ə bərabər olacaq. B variantı. 11-ə baxaq. 4-də 3 üstü -1 bölünsün 2 üstə gəl. 3-də 4 bölünsün 2-də 5 çıxılsın 4-də 1 bölünsün 3-də 1 kəsrinin qiyməti neçədir? Deməli, 4-də 3 üstü -1-dirsə, ümumiyyətlə, məsələn, a böl b üstü -1 varsa, bu ifadə bərabərdir b bölünsün a-ya. Yəni, tərsinə. Yəni 4-də 3 üstü -1 bərabər olacaq 3-də 4-ə. 3-də 4-ə. 3-də 4 bölünsün 2 plus 3-də 4 nəyə bərabərdir? Deməli, 3-də 4-ə a kimi baxsaq, a bölü 2 plus a olacaq. Bu da nədir? 1,5 vurulsun a-dır. Bu da bərabərdir. A-nın əvəzinə 3-də 4 yazmışdıq. 1,5 vurulsun 3-də 4. Deməli, 1,5 ilə 3 ixtisar gedəndə burada 2 qalır. Burada da qiymət 2-yə bərabər olur 4 bölü 2-dən. Deməli, surətimiz 2-yə bərabərdir. Surət 2-dir. Surət 2. Məxrəcə baxaq. 2-də 5 çıxılsın 4-də 1 böl 3-də 1. 4-də 1 bölünsün 3-də 1 əvəzinə vurulsun 3 yazmaq olar. Tərsinə vururuq. Bərabərdir 2-də 5 çıxılsın 4-də 3. Yəni 4-də 10 çıxılsın 4-də 3. Bu da 4-də 7-dir. 2-ni 4-də 7-yə bölürük. Yəni 2-ni 7-də 4-ə vururuq. Bu da 7-də 8-dir. Yəni 1,7-də 1-dir. A variantı. 12-yə baxaq. 6 çıxılsın 0,36 bölünsün 0,48 bölünsün 1,5 plus 0,2 bölünsün 0,8 bölünsün 0,1 bölünsün 0,1 ifadəsinin qiymətini tapın. Deməli, əvvəlcə birinci kəsrin surətinə baxaq. Nədir? 6 çıxılsın 0,36 bölünsün 0,48. Bölmədə biz hər ikisində vergülü eyni qədər sağa və yaxud sola ata bilərik. Yəni 6 çıxılsın 0,36 bölü 0,48 əvəzinə 36 bölü 48 yazmaq olar. Yəni 6 çıxılsın 36 bölü 48. Biz burada hər tərəfi 6-ya bölək. 6 çıxılsın 6 bölü 8-dir. Yəni 6 çıxılsın 4-də 3. 3 bölünsün 4. Bunu da biz düzgün olmayan kəsir formasında yazaq. Onda ifadəmiz olacaq 4-də 21 formasında. Surətini tapdıq. İndi məxrəcinə keçək. Məxrəci nədir? 1,5 plus 0,2 böl 0,8. Burada da eyni şəkildə 1,5 üstə gəl. Bunu yazmaq olar 2 böl 8 kimi. Yəni 1,5 üstə gəl 4-də 1. Yəni 0,25. Bu da nədir? 1,75-dir. 1,75 nəyə bərabərdir? 3,5 bölünsün 2-yə. 3,5 nədir? 7 bölü 2-dir. 7 bölü 2 bölü 2. Yəni 7 bölünsün 4 olacaq. Surətimiz nə idi? Surətimiz 4-də 21 idi. 4-də 21-i bölürük 4-də 7-yə. Yəni 4-də 21-i vururuq 7-də 4-ə. Bu da 3-ə bərabərdir. Yəni birinci kəsrimizin qiyməti 3-dür. 3-dür.
3'dür. Onun yerinə 3 yazmaq olar. 3'dür. İkinci də nədir? 0 tam %1 bölünsün 0 tam mində 1. Hər tərəfi 1000-ə vuraq. Onda bura olacaq 10, bura olacaq 1. Yəni cavabımız burada da 10'dur. 3 bölünsün 10 olmalıydı. Bir dənə baxaq, bu bölmədirmi? Hə, bölmədir. Yəni cavabımız 3 bölünsün 10. 0,10'da 3'dür. B variantı. 13'e baxaq. A bərabərdir 1 çıx 0,25. B bərabərdir 3'də 2. C bərabərdir 5'də 3 isə hansı doğrudur? Müqayisə eləməyimizi istəyir. A bərabərdir 1 çıxılsın 0,25 yerinə yazaq 4'də 1. Yəni bu 4'də 3'dür. B 3'də 2'dir. C də nədir? 5'də 3'dür. 3 bölünsün 5'də. Bunları orta məxrəcə gətirək. Məsələn, A bərabərdir 3, 4, 5'in əkobu bərabərdir 60'a. Yəni 4'də 3 yazmaq olar 60'da 45 kimi. 3'də 2'ni yazmaq olar 60'da 40 kimi. 5'də 3'ü də yazmaq olar. Bərabərdir hər tərəfə 12'yə vuraq 36'da 60 kimi. Görürük ki, aralarında ən kiçiyi C'dir. Ortada olan B'dir. Ən böyük olan da A'dır. Yəni burada A ən böyükdür. B ortadadır. Cavabımız A variantı. 14'də baxaq. 3'də 2, 6'da 5, 12'də 11, 24'də 19 kəsirlərindən ikisi arasındakı fərq ən çox neçə ola bilər? İkisi arasındakı fərqi tapmaq üçün bunları orta məxrəcə gətirmək daha əlverişli olar. Məsələn, görürük ki, 3, 6, 12, 24'ün əkobu 24'ə bərabərdir. 3'də 2'ni yazaq. 24'də hər tərəf 8'ə vuraq 16. 6'da 5'i yazaq. 24'də 20. 12'də 11'i yazaq. 24'də 22. 24'də 19'da olduğu kimi qalacaq. 24'də 19. Hə. Baxaq. Bizdən nəyi soruşur? Ən böyük fərqi soruşur. Ən böyük fərqi tapmaq üçün bunlardan ən böyüyündən ən kiçiyin çıxmaq lazımdır. Görürük ki, ən kiçiyi 24'də 16'dır. Ən böyüyü də deməli 24'də 22'dir. 24'də 22'dən 24'də 16'nı çıxanda da bizə nə verir? 22 çıx 16 bölünsün 24. Yəni 24'də 6 verir. Bu da 4'də 1'dir. Yəni A variantı. 15'ə baxaq. 1 bölü 3 bölünsün 5 çıxılsın 2 bölünsün 3 bölü 5 bölünsün deməli mənfi 2 üstü mənfi 3 çıxılsın 13 vurulsun mənfi 2 üstü mənfi 2 ifadəsinin qiymətini tapın. Məsələn, birinci baxaq 1 bölü 3 bölünsün 5'ə. Bu nədir? 1 bölü 3 bölünsün 5. Yəni 1 bölü 3 vurulsun 5'də 1. Yəni 15'də 1'dir. Əvəzinə 15'də 1 yazmaq olar. İndi buradakı bölmə əməlini yerinə yetirək. Əvvəlcə mötərizənin içini hesablayaq. Mənfi 2 üstü mənfi 3 çıxılsın 13 vurulsun mənfi 2 üstü mənfi 2. Mənfi 2 üstü mənfi 3 nədir? Nəyə bərabərdir? Mənfi 2 üstü 3-də 1'ə bərabərdir. Çıxılsın 13 vurulsun mənfi 2 üstü mənfi 2. Yəni bu mənfini önə atsaq nə olacaq? Plus olacaq. 13 vurulsun 2 üstü mənfi 2. Yəni 4'də 1 bərabərdir. 4'də 13 çıxılsın 8'də 1. Bu mənfi 2 üstü 3 mənfi 8 olur. Mənfi 8'də 1 mənfini qabağa atanda da bu bərabərliyə alınır. Bu ifadə alınır. Bərabərdir. 4'də 13'ü yazaq. 8'də 26 çıxılsın 8'də 1. Bu da bərabərdir 8'də 25'ə. Mötərizənin qiyməti nədir? 8'də 25'dir. Götürək bunu. Qoyaq bunun yerinə. 8'də 25. Yəni ifadə nəyə çevrilir? İlkin tapmışdıq 1 bölü 15. Çıxılsın 2 bölünsün 3 bölü 5 nədir? 2 bölünsün 3 bölü 5 2 vurulsun
5 bölü 3'dür. Yəni 3-də 10'dur. 15'də 1 çıxılsın. 3'də 10 bölünsün 8'də 25 olur ifadəmiz. 1 bölü 15 çıxılsın 3'də 10 vurulsun 8 bölü 25. Yəni hər tərəfi 5 ilə ixtisar aparaq. 5, 2. Yəni 15'də 1 çıxılsın 15'də 6 olur. Bu da bərabərdir mənfi 15'də 5. Yəni mənfi 1 bölü 3'ə. Özürlü sayın. 15'də 1 çıx, 15'də 16 oldu. Burada da 15'də mənfi 15. Bu da mənfi 1'ə bərabər olur. Amma burada yoxdur cavablarda. Nəsə alınmadı. Cavab mənfi 1 əldə olundu. Keçək digər suala. 16-cı suala baxaq. 0,67 çıxılsın 0,15 bölünsün 0,4 bərabərdir 1,3 bölünsün x olarsa x neçədir deyə soruşulur. 0,67 çıxılsın 0,15'i yazmaq olar 0,52 şəklində. Bunu bölürük nəyə? 0,4'ə. Yəni 0,52'ni vururuq nəyə? 250'yə. Bərabərdir 1,3 bölünsün x-a. Hər tərəfi 100'ə vuraq. 52 vurulsun 250 bərabərdir 130 bölünsün x. Deməli, hər tərəfi 13 ilə ixtisar eləyək. 130 13'ə böləndə 10 qalır. 52 13'ə böləndə 4 qalır. 10 və 250 də ixtisar edir. Qalır 1 bölünsün x bərabərdir 100'ə. Yəni x bərabərdir 100'də 1'ə. B variantı. Keçək 17-ci suala. Hesablayın. 2,5 bölünsün 0,75. Üstəgəl 0,5 bölünsün 0,15. Üstəgəl 0,7 bölünsün 0,21. İfadəsinin qiyməti nəyə bərabərdir? Burada 2,5 bölü 0,75'də hər tərəfi 100'ə vuraq. Onda ifadə olacaq 250 bölünsün 75. Üstəgəl digərində də hər tərəfi yenə 100'ə vuraq. 50 bölünsün 15 olacaq. Üstəgəl hər tərəfi 100'ə vuraq yenə də 70 bölünsün 21 olacaq. Bərabərdir. Bir də hər tərəfi 25'ə bölək. 250'ni 25'ə böləndə 10, 75'i 25'ə böləndə 3. Digərində də hər tərəfi 3'ə yox 5'ə bölək. 50'ni 5'ə böləndə 10, 15'i 5'ə böləndə 3. Digərində də hər tərəfi bölək 7'yə. 70'i 7'yə böləndə 10, 21'i 7'yə böləndə 3. Burada 3 dənə 3'də 10'un cəmi var. Yəni 3 vurulsun 3'də 10. 3'lər ixtisar edəcək. Cavab 10 qalacaq. B variantı. 18'ə baxaq. 0,2 bölünsün 0,4'də 2 çıxılsın 0,1 üstəgəl 0,8 bölünsün 0,3 bərabərdir x çıx 1 olarsa x-i tapın. 0,2 yazıla bilər 10'da 2 kimi. 0,4'də 2 də 9'da 2 şəklində. 2'lər gedər, qalar 10'da 1 böl 9'da 1. Yəni 10'da 1 vurulsun 9, yəni 10'da 9. Yəni 0,9. 0,9 yerinə yazaq. Burada. İndi digər kəsirin də qiymətinə baxaq. 0,1 plus 0,8 bölünsün 0,3 bərabərdir. Surət nəyə bərabərdir? 0,18'ə bölünsün 0,3. Bu da hər tərəfi 100'ə vuraq. 18 bölünsün 30. Hər tərəfi 6'ya bölək. 3 bölünsün 5. Yəni 0,6. Burada 0,6 yazaq. Deməli, nə oldu? 0,9 çıxılsın 0,6 bərabərdir x çıx 1. X çıx 1 nəyə bərabər olacaq? 0,3'ə. Buradan da x bərabərdir 1,3. Yəni D variantı.
19-a baxaq. Hesablayın. 0,81-in kvadratı çıxılsın 0,65-in kvadratı bölünsün 0,16-nın kvadratı. Burada kvadratlar fərqi düsturundan istifadə eləyək. 0,81-in kvadratı çıxılsın 0,65-in kvadratı bərabərdir. 0,81 çıxılsın 0,65 vurulsun 0,81 üstə gələ 0,65 bölünsün 0,16-nın kvadratı. Sürəti vurğulara ayıraq. 0,16 vurulsun 1,46 şəklindədir. 0,16 vurulsun 0,16. 0,16'lar ixtisar gedəcək. Burada da hər tərəfi 100-ə vuraq yenə. 146 bölünsün 16-da. Hər tərəfi 2-yə bölək. 8-də 73 olacaq. Cavab A variantıdır. 20'ye baxaq. 2'də 1 çıxılsın, 2'də 1 bölünsün, 2'də 1 çıxılsın, 2'də 1 vurulsun, 1 çıxılsın, 2'də 1 ifadəsinin qiymətini hesablayın. Deməli, bu biz böyük mötərizənin daxilindəki ifadəyə baxaq. Nədir ifadə? 1 bölü 2 çıxılsın, 1 bölü 2 vurulsun, 1 çıxılsın, 2'də 1'dir. 1 bölü 2 çıxılsın, 1 bölü 2 vurulsun, 1 çıx 2'də 1 elə 2'də 1'dir. 1 bölünsün 2, yəni 2'də 1 çıx 4'də 1. Bu da elə 2'də 1'ə, daha doğrusu 4'də 1'ə bərabərdir. Mötərizənin əvəzinə yazaq 4'də 1. Onda ifadə nə olacaq? 1 bölü 2 çıxılsın, 1 bölü 2 bölünsün 4'də 1 olacaq. Yəni 2'də 1 çıxılsın, 2'də 1 vurulsun 4. Tərsinə vururuq. Yəni 2'də 1 çıxılsın 2. Bu da mənfi 1,2'də 1 olur. Mənfi 1,2'də 1. Yəni mənfi 2'də 3. A variantı. 21-ci suala baxaq. X-da 1 çıxılsın, X-da 1 çıx 2'də 1 çıxılsın, X-da 1 plus 2'də 1 vurulsun 3'də 1 bərabərliyindən X-ın qiymətini soruşur. Deməli biz burada mötərizəni azad eləmək üçün yazaq 1 bölü X çıxılsın, bunu yazaq 1 bölü X plus 1 bölü 2 əksinə dəyişəcək. Çıxılsın 1 bölü X çıxılsın 6'da 1 bərabərdir 12'də 1'ə. 1 bölü X'lar burada islah gedəcək. 2'də 1'dən 6'da 1 çıxanda qalır 6'da 3 çıx 6'da 1 çıxılsın X'da 1 bərabərdir 1 bölü 12. 6'da 3'dən 6'da 1 çıxanda 6'da 2 yəni 3'də 1 qalır. Buradan da 1 bölü X bərabərdir 3'də 1 çıxılsın 12'də 1. Yəni 1 bölü X bərabərdir 3'də 1 12'də 4'dür. 12'də 4'dən 12'də 1 çıxanda 12'də 3 qalır. Bu da 4'də 1'ə bərabərdir. Yəni X bərabərdir 4'ə. D variantı. 22-ci suala baxaq. 3 bölünsün 7 faktorial plus 1 bölünsün 8 faktorial bölünsün 1 bölünsün 5 faktorial plus 1 bölünsün 6 faktorial plus 1 bölünsün 7 faktorial ifadəsinin qiymətini tapın. Məsələn, surətə baxaq. Orta vuruq mötərizə xaricinə çıxartmaqla həll eləyək. Məsələn, burada orta vuruq nədir? 1 bölünsün 7 faktorial. 1 bölünsün 7 faktorialı mötərizə xaricinə çıxaraq, onda ifadə olacaq 3 üstə gəl 1 bölünsün 8 olacaq. Məxrəcdə də 1 bölünsün 5 faktorialı mötərizə xaricinə çıxaraq 1 bölünsün 5 faktorial vurulsun nə olacaq? 1 üstə gəl 1 bölü 6 plus 1 bölünsün 6 vur 7 olacaq. Hər tərəfi 5 faktoriala vursaq, bura 1 olacaq. Burada da qalacaq 6 vurulsun 7. 6 vurulsun 7. Bunda düzgün olmayan kəsiş formasında yazaq. 8'də 25 olacaq. Onda məxrəci də o şəkildə yazaq. 6 vur 7 orta məxrəci olsun. 42 üstə gəl 7 üstə gəl 1 formasında olacaq. Bərabərdir. Kiçildək buranı. Kiçildək. Bərabərdir. Deməli, ixtisar aparaq. 8 ilə 6 ixtisar gedir, qalır. Deməli,
3 vur 7 vurulsun 25 bölünsün 4. Burada da 6 vur 7. Surətdə də 50 qalır. 25 ilə 50 də ixtisar edir. Burada 2 qalır. 2-ni 6 vur 7-yə böləndə də qalır. Deməli 3 vur 7 vurulsun 1 böl 4. İxtisar aparanda burada da qalır 1 bölünsün 21. 3 vur 7 vurulsun 1 böl 4 vurulsun 21 oldu. Burada ifadə nəsə böyük bir ədəd oldu. Aha, həldə problem var. Buranı silə üzürlü sayın. 6 vur 7 yox, 1 bölünsün 6 vur 7 olmalıydı. 1 bölünsün 6 vur 7. Aha, üzürlü sayın. 1 bölünsün 6 vur 7 vurulsun 3 plus 8'də 1 də olacaq. 8'də 25. Düzdür. Aha. Burada 6 vur 7 məxrəcdə 42 plus 7 plus 1. Hər tərəfə 6 vurulsun 7'yə vursaq, bunlar gedəcək, qalacaq 25 böl 8 bölünsün 50. 25 ilə 50 də gedir, burada 2 qalır. 8'də 1 bölünsün 2, yəni 16'da 1 əldə olunur. Cavabımız D variantı. 23'ə baxaq. 4'də 5 kiçikdir x-dan, kiçikdir y-dən, kiçikdir z-dən. Kiçikdir 3'də 4 isə z aşağıdakılardan hansı ola bilməz? Burada heç x, y-in əhəmiyyəti yoxdur. Həqiqi ədədlərdə onlar sonsuz sayda qiymət ala bilərlər. Bizdə əsas 4'də 5 kiçikdir z, kiçikdir 3'də 4 bərabərsizliyidir. Burada variantlarda görürük ki, z məxrəci 12, 24, 36, 48, 60 olan kəsr formasında ifadə olunub. Onda hər birində bunu yoxlayaq. Məsələn, bu bərabərsizlikdə hər tərəfi vursaq, yəni hər bir kəsri 12 məxrəcli kəsrə çevirək. 4'də 5 olacaq, 12'də 15 kiçikdir z-dən, kiçikdir, buradan kiçikdir 12'də 16'dan. Z nə olmalıdır? Əgər məxrəci 12'dirsə z-in ola bilər, heç bir şey ola bilməz. Yəni məxrəci 12'dirsə, surətdə natural ədəd mövcud deyil. Çünki 12 olarsa 15 ilə 16 arasında yerləşən bir natural ədəd yoxdur. Yəni z-imiz 17 surətli ola bilməz. Yəni 12'də 17'yə bərabər ola bilməz. Əgər 12'də 17 olarsa, hər tərəfi 12'yə vuranda 15 kiçikdir 17, kiçikdir 16 alınır. 17 16'dan kiçik olmadığına görə A variantındakı ədəd z-in yerində ola bilməz. Keçək 24-cü suala. 333'ün kvadratı çıxılsın, 222'nin kvadratı çıxılsın, 111'in kvadratı bölünsün 1 böl 111 üstü mənfi 2 nəyə bərabərdir? Surətdə 111'in kvadratının mötərizə xaricinə çıxaraq 111'in kvadratı vurulsun, qalacaq 3'ün kvadratı çıx, 2'nin kvadratı çıx, 1'in kvadratı. Məxrəcdə də 1 böl 111 üstü mənfi 2'ni yazmaq olar. 1 böl 111 üstü 2'yə bərabərdir. Onda da nə olacaq? 111'in kvadratı, 3'ün kvadratı çıx, 2'nin kvadratı çıx, 1'in kvadratı bölünsün. Bu nəyə bərabərdir? 111'in kvadratına. Bunlar ixtisar edəcək, qalacaq 9 çıx 4 çıx 1, yəni 4. A variantı. Sonuncu suala baxaq. A bərabərdir 5 tam 1671, B bərabərdir 5 tam %67 dövrdə 1, C bərabərdir 5 tam 16 dövrdə 71, D bərabərdir 5 tam dövrdə 671 olarsa, A, B, C, D rasional ədədləri üçün aşağıdakılardan hansı doğrudur? Müqayisə eləmək lazımdır. A bərabərdir 5 tam %671, 1671. Bunların da yenə 0 qoymaq olar bu şəkildə. B bərabərdir 5 tam 67 1 1 1 bu şəkildə gedir. Burada da 0 0 gedir. C bərabərdir 5 tam 10^6 71 71 71 formasında gedir. D də bərabərdir 5 tam 671 671 formasında gedir.
Burada baxaq, görürük ki, tam hissələr eynidir. 6-lar eynidir, 7-lər eynidir, 1-lər eynidir. Deməli, buradakı rəqəmləri müqayisə eləmək bizim üçün ədədləri müqayisə eləmək deməkdir. Burada ən kiçik görürük 0 olandır, yəni A-dır. A-mız ən kiçikdir. A kiçikdir hansından? 0-dan sonra ən kiçik gələn 1-dir, yəni A B-dən kiçikdir. B-dən sonra gələn ən kiçiyimiz hansıdır? D-dir. Sonra da C. Ən böyüyümüz də C-dir. Yəni bərabərlik bu şəkildədir. Tərsinə yazılıb. Burada biz də tərsinə yazaq. C böyükdür D-dən, böyükdür B-dən, böyükdür A-dan. Yəni cavabımız A variantı. Belə bitdi. Ümid edirəm video sizlər üçün faydalı olar. Sağ olun, salamat qalın.